Beşinci məsələmiz faiz məsələsi. Beşinci məsələmiz sahə məsələsidir. Deməli, verilən fiqurun bizdən sahəsini istəyir. Təbii ki, biz hansı fiqurların sahəsini bilirik? İbtidai sinifdə də əsasən biz bilirik düzbucaqlının sahəsini, kvadratın sahəsini, dairənin sahəsini, bax bunları bilirik da. Bundan o tərəfəsi artıq yuxarı siniflərdə keçirilən dərslərdir. Onda biz bu forması bilməyən, belə deyim də, bu fiqura biz hansı fiqur deyək? Çökük 1, 2, 3, 4, 5, 6 bucaqlıdır məsələn bu fiqur, düzdürmü? Bunun sahəsi üçün xüsusi bir düstur yoxdur. Ona görə də belə fiqurların sahəsini tapmaq üçün biz bu fiqurları formasını bildiyimiz fiqurların sahəsinin tapılmasına gətirməliyik. Necə gətirək? Baxın, mən nə edərəm? Bunu buradan kəsərəm. Bunu buradan kəsərəm. Çünki ölçülər verib da mənə burada. Bura 9-dur, bura 10-dur, bura 5-dir, bura 1-dir, bura da 2-dir, düzdürmü? Baxın, bunu buradan kəsərəm. Onda buranın sahəsi nə olacaq? 2-nin 1-ə düzbucaqlıdır. Buranın sahəsi 2, 1-in 2. Bax, buranın sahəsini tapdım, düzdürmü? Bəs bunu nə edərəm? Bunu da bu tərəfə paralel buradan xətt çəkərəm. Bax, bu formada. Düzdürmü? Və artıq bunun tərəfi 9 deyil. Bura 1-dirsə, bura da 1 olacaq. Düzdür? Burada bütöv 9 idi. 9-dan 1 çıxanda buranın tərəfi nə olacaq? 8 olacaq. Düzdürmü? Digər tərəfdən bura 2-dir, bura da 5-dir. Onda bura olacaq 7. Bax, buradan bura olacaq nə qədər? 7. Düzdür? Bu 7 olandan sonra, deməli burada 7-dir. Onda bax, bu hissənin sahəsini tapmaq üçün mən nə edərəm? 8-i vuraram 7-yə. 8, 7 eləyir 56. Deməli, bax, buranın sahəsi 56-dır, buranın sahəsi 2-dir. Bir dənə qaldı, bax, bu kənardakı bizim bu hissənin sahəsi. Bu hissənin sahəsini tapanda bu hissə görürəm ki, 3 bucaqdır. Onda mən bunu düzbucaqlıya tamamlayaram bu formada. Düzbucaqlıya tamamlayandan sonra bu düzbucaqlının sahəsini tapıb mən bunun yarısını götürərəm. Düzdürmü? Onda bu düzbucağın sahəsi nə qədər olacaq? Bura 7-dirsə, buradan bura qədər 10 idi. Onda bura avtomatik nə olacaq? 3. Bəs bu tərəf nə idi? Bu tərəfdə 8-dir. Baxın, burada 8 işarələmişəmsə, burada 8-dir, burada 8-dir. Onda 3-ü 8-ə vuranda eləyir 24. 24-ün də yarısı nə edir? 12. Bütöv sahəni tapanda nə olacaq? 2. Buranı tapdım 56. Buranı da tapdım neçə? 12. Toplayanda nə eləyəcək sahəmiz? 56, 12, 2 olacaq 70. Deməli, bizim sahəmiz olacaq 70. Belə.